kompüterinizin yaddaşını artırıb lazımsız fayllar silmək istəyirsinizsə, videonu axıra qədər izləyin və mütləq save edin. Bunun üçün Start menyudan Settings bölməsinə daxil oluruq və buradan Sistem bölməsinə keçid edirik və açılan pəncərədən Storage bölməsini açırıq. Və burada Temporary Files deyə bir bölmə var ki, versəniz hal-hazırda hesablanır mənim müvəqqəti yaradılmış fayllarım və içərisinə daxil oluram və işarə qoyulmayanlara çalışın işarə qoymayın, ancaq buna qoya bilərsiniz. Recycle bin çöp qutusunda olan fayllardır. Seçirəm və digərlərinə işarə qoymuram. Hal-hazırda mənim ümumilikdə 3.94 GB-lıq faylım boş-boşuna kompüterdən yer yirmiş. Və Remove Files edirəm və lazımsız fayllarım silinir. Bunu etməyin ikinci üsulu isə klaviaturadan Windows və R düyməsini basırıq və ekranda gələn sözü faiz, temp, faiz işarəsini qoyub OK basırıq və açılan pəncərədə bütün qovluqları seçib delete edirik. Və bununla da bizim müvəqqəti yaradılmış fayllarımız silinir. Əgər bu video sizlər üçün faydalı oldusa, videonu bəyənib dostlarınızla paylaşmağı unutmayın.